Bismillahirrahmanirrahim. Elhamdülillahi vahdahu ve salatu ve selamu ala men la nebiyye ba'd, amma ba'd. Davam edirik Muxtasar Sirat-ı Rasul sallallahu aleyhi ve sellem adlı Şeyhülislam Muhammed ibn Abdülvahhab rahimahullahın risaləsini və bugün 21-ci dərsdir və keçən dəfə qalmışdıq. Müşriklərin Allah Resulü sallallahu aleyhi ve sellemdən ayələri istəməsi, yəni möcüzələr istəməsində və deyir ki, وَلَمَّا أَرْسَلَ مُوسَى لِيَبْقَى ذِكْرُهَا فِي الْأَرْضِ. Yəni Allah Taala deyir, Musa əleyhissalamı göndərmişdi. Keçən dəfəki yerdən davam edirik də ki, onun zikri, yəni peyğəmbərliyi, yəni peyğəmbərliyinin zikri yer üzündə deyir, qalıcı olsun. İskənə bə'də nuzul Tevrat ləm yuhlak ummetun bi azabil istihsal. Çünki Tövrat nazil olandan sonra artıq məhv edici əzab gəlməmişdi bir ümmətə. Hansı bir ümmət yeri dibli, köklü olaraq silinməmişdi yer üzündən. Əksinə, Bəni İsrail əgər hansısa bir küfür və yaxud asilik yerinə yetirirdisə, Allah Taala onların bəzisini əzablandırırdı, əzab verirdi bəzisinə və digər bəzisini isə saxlayırdı. Yəni edənlərdən etməyənləri ayırırdı. İz kanu la yettafiquna alal kufri. Çünki onlar hamısı küfrün üzərində ittifaq etmirdilər. Yəni bəziləri küfr edirdi, bəziləri etmirdi. Bəziləri asilik edirdi, bəziləri etmirdi. Və lem yezal fil ard minhum ummetun baqiyatun alas-salah. Və ona görə də yer üzündə daima onlardan bir tayfa islah üzərində, yəni salihlik üzərində davam edirdi. وَكَانَ مِنْ حِكْمَتِهِ تَعَالَى وَرَحْمَتِهِ və Allahın bir hikmətindən və onun rəhmətindən idir ki, لَمَّا أَرْسَلَ مُحَمَّدًا sallallahu aleyhi və səlləm xatəmə mursalin əllə yuhlikə qavməhu bi azabil istisal. Və Allahın bir hikmətindən və rəhmətindən idir ki, Muhammed sallallahu aleyhi və səlləmi deyir, rəsul olaraq deyir, sonuncu rəsul olaraq göndərəndə, yəni onun hikmətindən odur ki, bütövlüklə o qövmü həlak etməsin. Yəni təmiz silib məhv etməsin. Bəl əzzəbə ba'dahum bi anval əzab, əksinə bir növünün, bir qismini müxtəlif növ əzablarla cəzalandırsın. Necə ki, misal üçün, keçən dəfə dedik bunu, istehza edənlərin aqibəti kimi, yəni bunlar əsasən Qureyşlilərin başçılarından 5 idi. Necə ki, ayədə keçir onlar haqqında İnnə kəfeynəkəl müstəhziyin. Biz sənə yetərliyik bu istehza edənlərə qarşı. Hicr surəsi 95-ci ayə. Ki, hərəsinin özünün öz dövründə cəzası gəldi. Yəni, o 5 nəfərin cəzası sira kitablarında, təfsir kitablarında mövcuddur. وَالَّذِ دَعَ عَلَيْهِ Nəbi sallallahu aleyhi və səlləm, həmçinin Allah Rəsulü sallallahu aleyhi və səlləm bəddua etdiyi kəslər var idi. Həmçinin onların cəzası və Allah Taala və əxbərə subhanahu ennehu yu'azzibul kuffara taratan bi eydil mu'minin. Və necə ki ayələrdə keçir ki, bəzəndir Allah Taala deyir kafirləri möminlərin əli ilə cəzalandırırdı cihadda kimi və yaxud cəza kəsməklə və bəzən bir müsibət gəlirdi başlarına, Allahdan bir bəla gəlirdi. Və kana zalika mimma yujibu iman əksərihim kama jara li Qureyş və qeyrihim. Və bu deyir, o səbəbdən, yəni yeri köklü, onların məhv olmaması, yəni Allahın hikmətindən və rəhmətindən də dedik. Və bu səbəbdən görürsən ki, bir çox Qureyş İslama gəlirdi və qeyriləri də ərəblərdən və əcəmlərdən də həmçinin. فَإِنَّهُ لَوْ أَهْلَكَهُمْ لَبَادُ. Yox, əgər deyir, hamısını həlak etsəydi, onların istədiyi bu ayətlərlə, yəni ayətlər onlara nazil olardı, və onlara hüccət qalxardı bununla və onlar haqlayardılar məhv edici əzabı, onda deyir, itmiş olardılar və bu dəvətin mənfəəti deyir, qırılmış olardı. وَلَمْ يَبْقَ لَهُمْ زُرِّيَّةٌ تُؤْمِنُ بِخِلَافِهِ مَا عَذَّبَهُمْ بِهِ مِنَ الْإِزْلَالِ وَالْقَهْرِ. Və yer üzündə onların zürriyyəti də davamçıları da olmazdı. Əks olaraq, yəni nə baş verdi? Əks olaraq nə baş verdi? Əks olaraq Allah Taala onlara məhv edici əzab yox, zəlillik, məğlubiyyət verdi. Zəlillik və məğlubiyyət verdi. Yəni, onlara məhv edici əzabın yerinə onları cəzalandırdı. Amma nə cür cəzalandırdı? Onları alçaltdı,
zəlil etdi və məğlub etdi. فإن في ذلك ما يوجب عجزهم والنفوس إذا كانت قادرة على كمال أغراضها فلا تكاد تنصرف عنها. O budur vadar etdi. فإن في ذلك ما يوجب عجزهم. Və bu şeylərdədir onların acizliyi var. Yəni onların acizliyini gərəkdirir. Yəni Allah Taala onları alçaldır, onları məğlub edir. Onlar aciz qalırlar. Düzdürmü? Hə? İzə kənət qadir, çünki nəfslər əgər bir şeyə qadir olduqda, Allahın hikmətindəndir. Nəfslər bir şeyə qadir olduqda, yəni kamil qadirdir bir şey, bir hədəfi yerinə yetirsin, az qala o hədəfindən yayınmır. O hədəfinə gedib çatmalıdır. Çünki kamildir qüdrəti, gedib çata bilir. Düzdür? Amma o işdən aciz qalanda, zəlil olanda, məğlub olanda artıq o işdən bir əl çəkir, dönür o işdən. Düzdür? Yəni aciz olanda, məğlub olanda qəlb nəyə yönəlir? Artıq o hədəfi buraxır, yönəlir nəyə? Çağırır, yəni bu vadar edir onu tövbəyə, qayıtmağa, Allahın yoluna. Kəmə qilə minəl ismə əllə yəqdir, əllə təqdirə və həzə əmənə əmmədhum. Necə ki, deyilib ki, bir söz olaraq deyiliş var ki, yəni ismətdəndir. Yəni ismət sözünün mənası nədir? Yəni qorunmaqdandır nə olması? İnsanın bir şeyə qadir olmaması. Yəni insanın bir şeyə qadir olması onun özünün qorunması deməkdir. Ki, əli çatmır deyə və o onu qoruyur. Yəni, onun acizliyi, onun zəifliyi onu həmin günahı yerinə yetirməkdən saxlayır, qoruyur. Və necə ki, bunların ümumən, yəni bu ümmətin əksəriyyəti də belə bu cürünə oldu. Və qad zəkərəllahu fit-Təvrə, necə ki, Allah Taala deyir Tövratda Musa əleyhissalam üçün bildirir. İnni əqsi qalbə fir'auna fələ yu'minu bikə li tuzhira əyəti və acaibi. Mən deyir, Firavunun qəlbini deyir, daşlaşdırdım. Yəni, bərk sərt etdim qəlbini. Və o deyir, yəni, fələ yu'minu bikə. O da sənə iman etmədi. Və bu səbəbdən deyir, mənimdir möcüzələrim, mənim ayətlərim deyir, aşkarlandı. Yəni, insanlar üçün aşkar bir şey oldu. Yəni, böyük bir hökmdarın və onun qövmünün həlak olması. Yəni, bu böyük bir ayətdir yer üzündə, zəif bir qövm, yer üzünün öz dövrünə görə ən möhtəşəm, ən güclü ordusunun yəni silməsini. Bu, yəni Allahın möcüzəsidir. Deyir ki, beyyənə ənə fi zəlikə minəl hikmə və deyir, Allah Taala bildirir ki, burada bir hikmət var. İntişar əyətihi əddələ alə sıdq ənbiyəyihi. Burada deyir, yəni Allahın deyir, möcüzəsinin deyir, yer üzünədir, yayılmasıdır. Bildirərək ki, onun peyğəmbərləri doğru danışır, sidq üzərindədir. İzkənə Musa əxbərə. Çünki Musa əleyhissalam nə xəbər vermişdi? Allahla danışmasını, Tövratı Allahın öz əli ilə ona yazıb verməsini və yazhara ləhu minəl əyət və onun üçün elə bir ayətləridir, aşkarlamışdı ki, məyyəbqə zikruhu fil ard, ki, yer üzündə onun xatırlaması günümüzə qədər qalıb. Yəni, böyük bir möcüzələr olub da, yəni. Və kənə fi dimni zəlik və bu möcüzələrin içinə də daxildir həmin Fironun qəlbinin daşlaşması ki, nəticədə onun həlakini gətirdi və onun qövmünün həlakini gətirdi ki, bu da böyük bir ayə idi, böyük bir möcüzə idi. Və Firavun kənə cəhidən lisani və üstə gəldi ki, Firavun deyir, yəni yaradanı inkar edən idi. Düzdür? Fəlizəlikə utiyə Musa minəl əyət mə yunəsibu hələ. Və ona görə də Musaya da elə bir möcüzələr verilmişdi, o hala münasib olaraq ki, yəni ona dəlil olaraq. Bəni İsrailə gəldikdə isə, yəni Bəni İsrailə gəldikdə Məsihlə, yəni İsa əleyhissalamla mücadiləsinə gəldikdə də, yəni. Çünki İsa əleyhissalam gəlmişdi Bəni İsrailə və Bəni İsrail onu qəbul etməmişdi, düzdür? Bəzisi. Fəkən muqirrin bil kitab-ül əvvəl. Onlar əvvəl kitabı qəbul edirdi, əvvəlki kitabı, yəni Tövratı qəbul edirdilər. Fələm yehtəcu ilə mislimə ehtəcə iləyhi Musa və onlara deyir, ehtiyac yox idi. Musa əleyhissalama ehtiyac olan dəlillər. Yəni o möcüzələrə ehtiyac yox idi, düzdür? Çünki o möcüzələri gətirmişdi Xaliqi inkar edənlərə, Firavuna və onun qövmünə, düzdür? Burada isə onlar qəbul edirdilər, Allahı qəbul edirdilər və o dəlillərə, o subutlara, o möcüzələrə bu qövmün ehtiyacı yox idi. Aydındır? وَلَمْ يَكُنْ مُحْتَاجًا إِلَى جِنْسِ تَقْرِيرِ النُّبُوَّةِ və həmçinin ehtiyacları yox idi ki, bildirsinlər ki,
Yəni İsa əleyhissalam bildirsin ki, biz peyğəmbərlik deyilən şey var. Çünki Musa əleyhissalamın dövründə Firon və onun qövmü heç peyğəmbərlik də qəbul etmirdi. Nəinki peyğəmbərlik, heç xaliqi belə qəbul etmirdi. Düzdür? Bunlar isə peyğəmbərliyi qəbul edirdilər öz-özlüyündə, cins olaraq. Sadəcə sənin o peyğəmbər olduğu qəbul etmirdi. Yəni İsa əleyhissalamın. Düzdür? Çünki bundan qabaq bilirdilər ki, kitablarda sabitdir rəsulların gəlməsi. Və innəmə ləhəcə ilə təsbit nübuvvəti. Demək, burada ehtiyac nə idi? Dəlil nə idi? Məhz bunun peyğəmbər olmasına, yəni İsa əleyhissalamın peyğəmbər olmasına dəlillər, möcüzələr lazım idi. Aydındır? Və mə həzə fəqət əzhərəllah alə yedeyhi minəl əyət mislə əyət mən qabləhu və onunla yanaşı Allah Taala nəinki onun peyğəmbərliyinin möcüzəsini göstərdi, hətta qabaqki ümmətlərə göndərilmiş möcüzələrdən də bəzilərini göstərdi və hətta onlardan da böyüyünü. Və mə həzə ləm yəti bi əyətil istisəl. Bununla yanaşı, onlara da belə kökünü kəsəcək bir əzab gəlmədi. Kökünü kəsəcəklər qövmün. Yəni İsa əleyhissalamın qövmünə də gəlmədi də, yəni məhv edici əzab. Bəl bəyyənəllah fil Qur'an və əksinədir Allah Taala Quranda bəyan etdi ki, ennə lə tənfəhum bəl tədurhum. Bildirdi ki, onlara heç bu fayda da verməzdi, əksinə zərər verərdi. Yəni bir qövmün məhv olması. Əks olaraq qabaqki ümmətlər, yəni hansında ki bir ibrətlər qaldı yer üzündə. Yəni demək, əvvəlki qövmlərin həlak olması sonrakılar üçün ibrət oldu. Amma sonrakılar niyə görə məhv olmadı? Çünki burada belə bir hikmət yox idi. Aydındır? İndi gətirir onu. Lənəhu alimə ennə qulubuhum kə qulubil əvvəlin. Çünki Allah Taala bilirdi ki, bunların da qəlbləri əvvəlkilərin qəlbləri kimi eynidir. Fikir ver, əvvəlki kafirlərin qəlbləri, sonraki kafirlərin qəlbləri eynidir. Necə ki Allah Taala buyurur bu haqda: "Kəzəlikə mə ətəl-ləzinə min qablihim min rasulin illə qalu sahirun o mecnun. Ətəvasav bihi." Zəriyyət surəsi 52-53-cü ayələrdə Allah Taala buyurur ki, eləcə də mə ətəl-ləzinə min qablihim min rasulin, səndən, yəni bundan qabaqdır elə bir rəsul göndərilməmişdi ki, ona da deməsinlər bu sehirbazdır və yaxud məcnundur. Məgər bunların qəlbləri bir-birindən bunu deyir, tövsiyəmi alıb? Yəni hamısı bir-birinə oxşuyur dedikləri, yəni qabaqçılarla indikilər. Yəni qabaqki küfrlə indiki küfür eyni küfürdür. Eyni qəlbdir deyir. Həmçinin başqa ayədə Allah Taala buyurur: "Kəzəlikə qalellezine min qablihim mislə qavlihim." Eləcə də deyir, bundan qabaqçılar da bunların dediyini deyirdi. Yəni eyni qəlbdir. Və həmçinin başqa ayədə Allah Taala buyurur: "Ekuffarukum xayrun min ulaikum." Sizin kafirləriniz daha xeyirlidir qabaqçılardan. Yəni onlardan. Yəni sizin bugünkü kafirlər daha xeyirli. Yəni siz özünüzü daha xeyir üzərində sayırsınız, nəinki qabaqki kafirlər. Yəni eyni qəlbdir. Aydındır. Bu Qəmər surəsindədir, keçir bu. Hansında ki Allah Taala yəni nə möcüzələr göstərib? Qəmər surəsində keçir. Ayın parçalanması, və digər möcüzələr və onların bu ayələri görə irad etməsi, üst çevirməsi, laqeyd yanaşması, qəbul etməməsi və bunu sehr adlandırması ki, elə bu sehrin davamıdır deyir. Yəni ayın görsənməsi, parçalanması deyir, bu sehirdir. Gözümüzü deyir sehirləyib, öfsunlayıb. Və Allah Taala buyurur ki: "Və laqad ca'ahum minal anba'i ma fihi muzdəcar." Artıq onlara deyir elə bir xəbərlər gəldi ki, bunda deyir onlar üçün bir çəkinəcək bir yer var. Yəni qorxudacaq bir şey var. Yəni küfründən şiddətli şəkildə yəni çəkindirəsi bir şeylər var idi. Yəni hüccətlər var. İzkənə fi tilkəl ənbə sıdqur rusul vəl inzar bil əzab. Çünki bu xəbərlərdə deyir rəsulların, peyğəmbərlərin sidqi, doğru danışması və əzabla deyir qorxutma kimi şeylər var idi. Əlləzi vaqa bil mutaqaddimin, hansı ki qabaqçılara bu baş vermişdi, bunlar da bilirdilər. Yəni qabaqçılar buna görə cəzasını çəkmişdilər. Və lihəz yəqulu aqibə kulli qissatin, və ona görə hər qissənin ardınca Allah Taala nə deyir? Həmin Qəmər surəsindən söhbət gedir də. Ümumən Qəmər surəsinin barəsində yəni təsəvvür yaransın ki, orada nədir? Fəkeyfə kənə əzəbi və nuzur. Baxın, görün deyir, mənim əzabım və mənim deyir xəbərdarlığım necə oldu qabaqçılara yəni. Hər qissəni çəkəndə Lutun qissəsi, Salihin qissəsi, Hudun qissəsi çəkildikcə Allah Taala axırında nə deyir? O qıssanın, o ibrətin. Bir bax gör deyir, əzabım və qorxutmam, çəkindirməm necə oldu onlar üçün. Ey əzəbi limən kəzzibə rusuli. Yəni əzabım rəsulları yalanlayan üçün. Və inzəri ləhum bizəlikə qablə məcihi. Və bu əzab gəlməmişdən qabaqda onları nə cürünə çəkindirirdim. Yəni bax gör ondan qabaq nə cürünə çəkindirirdim və onlara nə əzab gəldi. Sənin üçün ibrət olsun yəni. Və sonra deyir ki,
həmin bu ayədə Əkuffarukum xayrun, yəni ey o ümmət, yəni Qureyş ümməti də, yəni indiki ümmət. Sizin kafirlərinizmi daha xeyirlidir, yoxsa bax əvvəlki daha şiddətli qövmlər? Əlləzi kəzzəbu rusul min qablikum. Sizdən qabaq onlar da rəsulları yalanlamışdı. Əmləkum bəraatun fi zubur. Yoxsa sizin də Allah bərgahında bir bəraətiniz var. Ya sizin kafirləriniz qabaqki kafirlərdən üstündür, ya da ki siz vəsiqə almısınız Allahdan. Artıq sizin bəraətiniz var Allahın kitabında. Yoxsa ki üçüncü variant. Əm yəquluna nəhnu cəmiyyən muntasir. Yox, biz hamımız toplu olaraq qurtulacağıq, üstün gələcəyik. Bu da üçüncü variantları. Yəni kafirlərin şübhəsi, o dönəmin kafirlərin şübhəsi, ya deyir ki, biz o kafirlərdən deyilik, biz üstünük. Bu bir. Ya deyir ki, bizim bəraətimiz var Allahın kitabında. Ya da ki, üçüncü variant, biz hamımız qalib gələcəyik. Yəni biz olar kimi qalmayacağıq. وَذَلِكَ أَنَّ كَوْنَكُمْ تُعَزَّبُونَ مِسْلَهُمْ. Birinciyə cavab deyir, Allah Taala bunu verir. Sizin kafirləriniz qabaqçılardan daha üstündür. Yəni baxın qabaqçılara, nə gəlib qabaqçılar barəsində Qəmər surəsində. Baxın görün onların əzabı necə oldu. Yəni sizin əzablayan onların əzabı kimi olmayacaq. Elə zənn edirsiniz. Bu birinciyə cavabdır. İkinciyə cavab deyir ki: İmmə likunikum la testahikuna mastahaqu. Yoxsa ki siz deyir qabaqçıların deyir layiq görüldüyünə layiq görülmürsüz. Yəni özünüzü üstün sayırsınız. Və yaxud likunillahi əxbara annahu la yu'azibukum. Yox, sizə Allah mı xəbər verib ki, sizə əzab gəlməyəcək? Fəhəzə bi nəzər ilə fi'lillah. Bu ikisi, birinci iki dənə şübhə Allahın feilinə nisbətdə. Peyğəmbərə baxışda isə nə dedilər? Dedilər ki, biz hamımız qalib gələcəyik. Çünki nəyə görə? Biz daha çoxuq, daha güclüyük. Halbuki Allah Taala bir çox ayələrdə buyurur ki, Eyyül fəriqeyni xeyrun məqamən və əhsənun nədiyyə. Bax gör hansıdır firqə? Daha üstün məqamdadır, daha güclüdür, daha malı çoxdur. Siz yoxsa əvvəlkilər? Və deyir ki, fəqalə təalə səyuhzamul cəm'u və yuvalluna dubur. Və cavab olaraq deyir ki, onlar mütləq deyir, o toplu, hansı ki deyir ki, biz hamımız deyir qalib gələcəkdir, yəni toplu var ha. Deyir, onlar hamısı deyir paramparça olacaq və geriyə dönəcəklər, qayıdacaqlar, qaçacaqlar yəni. Döyüş meydanından qaçacaqlar. Və bunu haçan xəbər verir? Qəmər surəsi haçan nazil olub? Məkkə surələrindəndir, subhanallah. Yəni Məkkə surələrindən Allah Taala meydan oxuyur ki, bunlar hamısı dağılacaq, geri qaçacaqlar. Əxbərə Rasulullah sallallahu aleyhi ve sellem bi həzimətihim və huvə bi Məkkə fi qillətil ətbə. Yəni azlıqda olaraq, zəif olaraq Peyğəmbər sallallahu aleyhi ve sellem bu xəbəri verəndə müşriklərə Məkkədə idi. Məkkədə xəbər verirdi bunu. Ki sizin hamısı parça-parça olacaqsınız, geri qayıdacaqsınız. Və la yazunnu ahadun qabla an yuhacira. Və hicrət etməmişdən qabaq heç kəsin heç ağlına gəlməzdi ki, yəni məruf olan adətlə də, yəni bilinən bir adətlə ki, belə bir hadisə baş verə bilər. Yəni bunlar ucalar, üstün olarlar, onları darmadağın edərlər. Fəkənə kəmə əxbərə. Və eləcə də oldu. Xəbər verdiyi kimi də oldu. Bu da nədir? Açıq aydın dəlildir, açıq aydın hüccətdir, açıq aydın ayətdir. Necə ki Bədirdə baş verdi. Az bir qism, az bir toplu, böyük bir topluya qalib gəldi. Bu da deyir Allahın yer üzündə olan bir sünnətidir. Necə ki Allah Taala buyurur: "Sünnətullahi llati qad xalat min qabl." Bundan öncə deyir, yerinə yetən sünnət kimidir Allahın sünnəti. Dəyişilməzdir yəni. Və heysu yazharul kuffar və yaglibuna fa innama yakunu zalika lizunubil mu'minin allati awjabat naqsa imanihim. Və nə vaxt gedir kafirlərdir qalib gəlirdi. Onlar üstəlirdi. Bu din möminlərin dir naqislikliyinə görə, onların günahlarına görə olurdu. Necə ki Uhudda baş verdi. Və nə vaxt ki onlar deyir tövbə edirdilər, dönürdülər Allaha, Allah Taala yenə onlara zəfər verirdi. Və la tahinu və la tahzanu və entumul a'laun in kuntum mu'minin. Necə ki Allah Taala buyurur. Siz deyir, yəni aşağılığı, alçaqlığı, yəni kədəri düşünməyin. Düşünməyin, yəni uduzacaqsınız. Çünki siz ucasınız, siz üstünsüz, əgər möminsinizsə, yəni əgər həqiqi möminsinizsə, yəni günahlardan çəkinib tövbə edirsinizsə, heç bu kədər barəsində düşünməyin, uduzmaq barəsində düşünməyin. Çünki siz üstünsüz, Allah Taala vəd verib.
Əl-İmran surəsi 139-cu ayədə. Və zəkən min tamamil hikmə və rəhmə əllə yuhlikəhum bil istihsal kəllezina min qablihim. Və əgər bu Allahın deyir tam hikmətindən, tam rəhmətindəndirsə ki, bu qövmü yeri dibli məhv etmirsə, necə ki qabaqçıları etmişdi. Və Allah Taala buyurur ki: "Əkuffarukum xayrun min ulaikum." Sizin mi kafirlər qabaqçılardan daha üstündür, yoxsa sizin Allah dərgahında bir bəraətiniz var? Kana la ya'ti bi mucibi zalika ma ityanihi subhanahu bima yuqimul hujja akmal fil hikmə və rəhmə. Və Allah Taala'nın deyir, yəni hikmətindən dediyimiz kimi, hikmətindəndir ki, Allah Taala bu məhv edici əzabı onlara vermədi, lakin öz hikmətindən və rəhmətindən ondan daha üstün hüccəti onlara qaldırdı, əzab vermədən. Fikir ver. Bu hüccət, yəni onlara möcüzənin verməsinin hüccəti onlar üçün nədir? Məhv olmaqdır. Allah Taala yenə də hüccəti qaldırdı öz hikməti ilə, hansında ki, ehtiyac olmadı onları məhv etməyə. İskənə mə ətə bihi hasal bihi kəməlül huda. Çünki verdiyi o hüccətdə tam hidayətdir, baş verir də, yəni. Ehtiyac yoxdur, yəni möcüzə göstərməkdə. Aydındır. Vəl hüccə və mə imtənə minhu dəfə min əzəbli istəsə. Demək ki, Allah Taala yəni bu yolla, yəni verdiyi hüccətlə onları hidayətə gətirməyə yetərli oldu. Nəinki onların möcüzə verməklə, hansı ki möcüzə versəydi, onlara onu ilə yenə də hüccət qalxacaqdı. Bu bursa tərəfdən qalxır da zaten hüccət, düzdür? Yəni dəvət yolu ilə, hikmət yolu ilə bunlara hüccət qalxır zaten, düzdür? Və bunlara qarşı bu yolu etdi Allah Taala. Əvvəlkilərin yolunu etsəydi, yəni onların istədiyi möcüzəni onlara versəydi, nə olacaqdı? Məhv edici olacaqdı, yəni onların hamısına. Mə əvcəbə bəqa'u cumhuril ümmə həttə yəhtədu və yu'minu. Və bu da səbəb oldu ki, ümmətin bir çoxunun qalmasına və onların hidayət olmasına və onların iman gətirməsinə. Və kənə fi irsəli xatimir rusul sallallahu aleyhi ve sellem minəl hikməl bəliğə vəl minəl səbiğə mə ləm yəkun fi risələ qeyrihi salavatullahi və sələmuhu aleyhim əcməin. Və beləliklə deyir, sonuncu rəsulun göndərilməsində deyir, böyük bir hikmət hasil oldu. Hansı ki deyir, ondan qabaqki rəsullarda bu şey olmamışdı da, yəni bunların hamısının məhv olunmaması eyni zamanda da yəni həm möcüzə gəlib, həm ayətlər gəlib, həm də ki bunlar hamısı məhv olunmayıb. Yəni onların tələbinə uyğun ayələr deyil də, yəni Allah Taala o ayələri göndərir, o möcüzələri göndərir ki, onlar iman etsinlər. Amma qabaqçılar tələb edirdi ayələri, möcüzələri, qani olmurdu. Aydındır? Bunlara da həmin o möcüzələr göndərilsəydi, hansı ki onlar istədikləri möcüzələrdə, yəni onlara da əzab gəlməli idi. Allah aləm. Dayanaq burada. Subhanakallahumma və bihamdikə əşhədu an la ilahə illə əntə əstəğfiruka və etûbü ileyk.